Bu mövzuya toxunmazdan öncə, ümumiyyətlə biz Analar Gününü təbrik etmək üçün və bunu bir giriş üçün təklif də sizdən gəlmişdi elə. Analar Gününü təbrik edirəm mən başda siz olmaqla. Ümumiyyətlə bu geniş bir mövzudur. Analığı peşəyə, sənətə və s. vurğulayırlar. Bu bir peşə də deyil, bu bir sənət də deyil. Bu insanı biolojik olaraq demək ki, yəni birbaşa da seçimə bağlı olan bir məsələdir ki, həqiqətən də bu insanlıq üçün də böyük bir işdir əslində və həqiqətən də yəni bunu cılızlaşdırmaq, bu məsələni adiləşdirmək məncə lazım deyil. Çünki bu dövrümüzdə ana olmaq, bir uşağı yetişdirmək, inkişaf etmək, onu böyütmək həqiqətən böyük bir zaman, böyük bir güc, böyük bir bilgi, böyük bir məlumat istəyir. Çünki təkcə bizim övladımıza ötürdüyümüz genlər deyil, eyni zamanda onun psixoloji sağlamlığı, həyatın rifahı, həyat keyfiyyəti, hər şey yəni valideynlərdən asılıdır. Atalarımız küsməsinlər, Atalar Günündə də atalarımızı təbrik eləyəcəyik, amma bugün biz analarımızı təbrik eləmək istəyirdik. Buna bağlı istəsəniz bir giriş edərdiniz, zəhmət olmasa. Başda öz anam olmaqla anaların hamısını təbrik edirəm. Anama deyirəm ki, anam çox sağ ol ki varsan. Yaxşı ki biz bir-birimizi seçdik. Mənim anamsan. Çünki anam kimi anamın olması mənim üçün böyük bir üstünlükdür. Yəni onu mən öz zamanımda da övlad olaraq, yəni daha uşaq olarkən də müəyyən qədər hiss edirdim. Amma indi onu dolu-dolu yaşayıram. Bütün analara da, bütün anaları da elə özümü də təbrik eləyirəm. Çünki bu həqiqətən çox fərqli bir missiyadır. Təmənnasız sevgi, təmənnasız qatqı, emosional bağlılıq, bütün bunların hamısını biz ana olarkən dolu-dolu yaşayırıq. Dolu-dolu öyrənirik. Övladımızla bir yerdə bunu həyata keçirdirik. Və bizim özümüzə nə arzu edirəm? Arzu edirəm ki, zamanımız o qədər dəyərli keçsin ki, bizim üçün, bizim və övladlarımız üçün. O sərvətdən çox səmərəli şəkildə istifadə edək. Bunu arzu edirəm. Günümüzün mövzusuna uyğun olaraq. Süper. Həqiqətən də bu çox önəmlidir. Bununla bağlı aslında bir məsəl var idi. Siz onu əlavə etmək üçün qeyd eləmişdiniz. İstəsəniz onunla bağlı bir giriş eləyərdi, zəhmət olmasa. Tam mövzumuzun o detallarına girmədən öncə biz bu mövzunu işləyərkən, yəni bu mövzu ilə bağlı müzakirələr apararkən bir kitabda oxuduğum maraqlı bir yazı yadıma düşdü. Təsəvvür eləyin ki, sizin bir hesabınız var və bu hesaba qeyd şərtsiz hər gün səhər-səhər 1440 manat pul oturur. Və bu puldan istifadə eləmək sizin öz əlinizdədir. Necə istəyirsiniz, elə istifadə edirsiniz. Hara istəyirsiniz, elə istifadə edirsiniz. Yalnızca bir dənə şərt var. O şərt də nədir? Günün sonunda həmin pul sıfırlanır. Yəni növbəti günə keçə bilmir. Hesabın da adı var. Hesabın adı zamandır. Bizim bir günümüzdə 1440 dəqiqəmiz var. Baxın, bu 1440 dəqiqədən necə istifadə etməyimiz bizdən asılıdır. Biz onu sadəcə olaraq boşuna sərf mi edirik, yoxsa həqiqətən effektiv istifadə mi edirik? Baxın, əsas sual budur. Yəni, bunu eləməkmi? Ona görə də bugünkü müzakirəmizdə də biz bundan necə səmərəli, effektiv istifadə edirik? Çünki zamanı idarə əslində etmir. Zamandan istifadə edirik biz. Yəni, necə istifadə edirik, onu biz bu günləri müzakirə eləməyə çalışacağıq. Çox gözəl vurguladınız Günel xanım, həqiqətən də belədir. Məsələn, xarici ölkələrdə işin qiymətləndirilməsi saata görədir. Həqiqətən də yəni bir işçinin saatı həqiqətən çox dəyərlidir. Onun işinə, sərfiyyatı və s. Çünki zaman bu şəkildə qiymətləndirilir və onlarda zamanın qiymətləndirilməsi çox vizual olduğu üçün artıq öyrənilmiş, təməli qoyulmuşdur. Ancaq bizim kimi bizlərdə müqayisəndə də buradan gəlmək istəyir ki, sadəcə zamanın dəqiqə bə dəqiqə olsun, qiyməti o qədər də bilinmir və biz bunu hardan, biz uşaq inkişafında hardan biz bunun əksikliyini görə bilirik? Adətən valideynlər gəlirlər, indiki bu dövrdə şikayətlərdə uşaqların problem davranışlarından danışırlar, uşaqların inkişafında olan narahatlıqlardan və s. müzakirə olunur. Amma buna əsaslı görürük ki, disiplin və gün rejiminin doğru bölüşdürülməməsidir. Bəli, indi hal-hazırda bəzi məsələlər haqqında çox bir məlumat var. Bəzən məktəbdə uğursuzluqları tam fokuslanır, diqqət əksikliğinə, hər hansı bir neyro inkişaflarına və s. buna fokuslanır. Amma biz görürük ki, disiplinin olmadığı
olmadığına görə, o rejimin olmadığına görə, valideyn tərəfindən də o zaman doğru şəkildə, Bəli. balanslı şəkildə bölünmədiyinə görə uşağın dərs prosesi də yəni uğurlu getmir, verimli getmir və buna görə də bu mövzu mənə həqiqətən aktualdır və gün ərzində yəni bu barədə biz çox eşidirik. Yəni zaman idarə etməsi həqiqətən də dərsə, istirahətə, texnologiyaya, demək ki, balansı mütləq şəkildədir. Hətta məsələn biz yetişkinlərdə də yəni bu şəkildə problemi biz görürük və qeyd olunur ki, ay iş elədir ki, biz zamana yatmağa, ora bura sərf edə bilmirik. Amma çox sadə bir texnikası var bunun. Məsələn 8-8-8 rejimidir. Gün ərzində 24 saat olduğuna görə 3 yerə bölürük. 8 saat bizim yuxudur. Yəni insan orqanizmi üçün lazım olan bir balans 8 saatdır. 8 saat iş rejimi, yəni bu bizim maaşlı və gəlir əldə edə biləcəyimiz iş rejimi və digər qaldı 8 saat isə bizim zamanımız ki, hansı adı zamana hesab olunur, biz bunu istədiyimiz bir məsələyə həsr edə bilirik. Və bu çox ciddi bir məsələdir və bunu vizuallaşdıranda əslində zamanımızın olduğunu, zaman idarə etmə bacarığımızın minimal olduğudur. Yəni biz zamanı idarə edə bilmirik əslində. Çünki zaman keçicidir. Sadəcə o zamanı dəyərləndirmə bizdən çox asılıdır və bununla bağlı sizin bir valideyn olaraq bilgilərinizə bizim çox ehtiyacımız var ki, sizin hal-hazırda övladınız üzərindən o balansı hansı formada apardınız. Buna bağlı siz gündəlik rejim deyəndə nəyi nəzərdə tutursunuz? Evdə buna necə əməl ediyorsunuz? Yəni hansı şəkildə planlaşdırırsınız? Yəni onun təməli hansı şəkildə qurulub? Tamam. Gündəlik rejim mənim üçün nədir? Gündəlik rejim odur ki, mənim uşağımın sabitliyi deməkdir. Çünki uşaq öncədən biləndə ki, bugün onu nə gözləyir? Təbii ki, burada hər bir xırdalığı öncədən bilmək, bəzən bizim gözləmədiyimizdə müəyyən nələrsə çıxır, bu normaldır. Təbii ki, ilk öncələr onun oyla bağlı bir panikası, təşvişi olurdu. Sonradan onu da idarə eləməyi yavaş-yavaş öyrənirik. Amma ümumi götürəndə mənim günüm necə keçəcək? Hətta hal-hazırda biz Məhəmmədlə həftəm necə keçəcək? Artıq o səviyyəyə gəlmişik ki, bu həftə 5 gündən əsasda indi məktəb dövrünə görə 5 gün məktəb var, sonra bu 2 gündə bu var, bu günlərdə bu var. Planlama odur ki, Məhəmməd artıq bilir ki, onun günü hansı hissələrdən ibarətdir, hansı hissədə nə işlə məşğul olacaq. Mütləq şəkildə onun günündə əyləncə də var. Yəni məktəbə gedirsə illa ki, ancaq dərsdə ancaq olmalı yox. Çünki uşaq yorula bilər, bezə bilər. Biz uşağı istəmirik. Və müəyyən texnikalar var ki, biz bugün onlar haqqında danışacağıq. Və o texnikaların bir qismini böyüklər də istifadə edir. İşgüzar həyatında, tələbə isə oxuduğumuz zaman istifadə edirik. Bəs uşaqda bunu necə istifadə edirik? Baxın, onlardan danışırıq ki, günləri hissələrə bölürük, saat müəyyən bir zaman dilimində dərs oxuyuruq, amma sonrasında bir nəsə gəlir, əyləncəli nəsə gəlir. Dərsimiz özünə belə əyləncə qatırıq. Yəni ki, bu kimi məsələlərə biz toxunacağıq. Bəli. Həqiqətən də bu dərs məsələsinə gələndə ciddi bir problem yaşanır. Mən bu həftə ərzində bu haqda çox eşitdim valideyn tərəfindən ki, bizim konsultasiyalarda, onlayn konsultasiyalarda qeyd olunur ki, bizim əsas problemlərimizdən biri övladımıza dərs oxutura bilmirik. Dərs oxumurlar, kitab dəftərdən uzaq düşürlər. Təbii ki, bunun altında yatan bir sıra faktorlar var. Bayaqdan o dediyiniz o texnikalar üzərindən bəli, daha yaxşı verimli ola bilməsi daha demək ki, gözləniləndir. Yəni artıq dərs, övladımızı dərsə diqqətini bölməkdə deyir ki, dərs oxu, getməlisən, oxumalısan, masaya oturtulmaqla. Təbii ki, bu doğru bir seçim deyil. Halbuki övladın yaşı aşağıdır və yaxud da ki, hər hansısa bir atipik inkişaf da orada gedirsə, əlavə valideyn tərəfindən dəstək olunmalıdır. O dəstək bir tərəfindən hansı format edirsiniz və diqqətini dərsə fokusaya bilməyiniz üçün o bölgünü hansı şəkildə aparırsınız? Zəhmət olmasa, baxda da təcrübələrinizi qeyd edərsiniz. Məsələn, biz dərsimizi gəl ancaq oturaq bir neçə saatlarla bu dərslə məşğul olaq deyə eləmirik. Biz bir dərsimizin özünü belə hissələrə bölürük. Məsələn, mən bilirəm ki, mənim oğlumun uzun şeirə marağı çoxdur. Şeiri çox rahatlıqla öyrənir və onu çox da yaxşı ifa eləyə bilir. Amma oğlumun uzun hekayələri öyrənməkdə çətinliyi var. Demirəm marağı, amma bilirəm ki, çətinliyi var. Onun bilirəm ki, durumu ilə əlaqəlidir. O zaman nə edirəm? Həmin o hekayəni
məğzini itirmədən birincisi hekayə ilə biz tanış oluruq. Sonra onu sual-cavabla və s. onu bərkidirik ki, hardakı sizin orada dəstəyiniz var, hardakı Nailə xanımın kitabının dəstəyi var, o Mustafa Lupası Nalə kitabı. Sanzədə, Mustafa'nın Lupası kitabı həqiqətən də mütaliənin çox ciddi bir vəsaitidir. Bəli, amma Bəli. onun ilkini, buradan onu demədən dayana bilmərəm. Bizim bir logopedimiz var, mənim adaşımdır. Onun ilk hissələrini əslində ondan öyrənmişəm. Məsəl üçün, müəyyən şeyləri vizuallaşdıraraq Məhəmmədə göstərməsi, müəyyən hekayələri, kiçik-kiçik sualları verməsi. Çünki o logopedə gedəndə ilk vaxtlarda mən də gedirdim, otururdum, baxırdım, necə edir, necə etmir ki, sonradan, çünki biz valideynliyi dünyaya gələn kimi valideyn olmağı öyrənməmişik ki, öyrənirik, hər gün nəsə öyrənirik. Bəzən də dərk edirik ki, əslində mən bunu bilirəm, işimdə və yaxud fərqli təlimlərdə mən bundan istifadə edirəm. Niyə də oğlumla mən bunu istifadə etməyim? Məsəl üçün, özümə dediyim məsələlərdən biri bu olub. Yəni, bu kimi məsələlər var ki, bunlarda neynirəm? Hissələrə bölürəm, çox kiçik hissələrə bölürəm. Və o görür ki, və deyirəm ki, tamam, bunu eləyək, bundan sonra bu əvvəl və sonra taktikasıdır. Bu olacaq. Məsələn, sizin göndərdiyiniz, biz indi onlara tapşırıq deyirik, Aynur müəllimənin tapşırığı deyirik. O, Məhəmmədə əyləncəli gəlir. Çünki onun içərisində oyun var və s. var. İlk əvvəllər nə edirdim? Deyirdim, bax, gəl biz bunu bir dənə oxuyaq. Sonra Aynur müəllimənin göndərdiyi bu tapşırıq oyunu eləyərik. Hə, yaxşı, otururduq, onu edirik. Sonra, amma nə oldu? Sonra da sizin verdiyiniz tapşırığı edirdik. Amma nə başladı? Həm dərsimizi edirdik, həm sizin göndərdiyiniz o tapşırıqlar var ki, ona da vaxtımızı ayırırdıq. Nəticədə uşaq yorulurdu, amma bu keyfiyyətli yorğunluqdur. Yəni, vaxtını boşuna sərf edib enerjisini tükətmirdi. Enerjisini düzgün sərf edir. Yəni, bu çox önəmlidir. Normal, yəni, doğru şəkildə planlayanda o əyləncə ilə, o pedaqoqi insana, yəni bir-birinə əslində balanslayır. 10 dəqiqədən sonra musiqiyə qulaq asarıq, rəqs eləyərik. Biz indi şeylər salmışıq. Əvvəl biz 10 dəqiqə ilə başlamışdıq. İndi bizim vaxtımız uzanıb. Çünki Məhəmmədin də artıq daha çox oturda o potensialı daha da genişlənib. Şükürlər olsun. Bunun özü də yaxşı bir göstəricidir. Məsələn, əvvəl biz 5 dəqiqə ayıra bilirdiksə, bu sonradan 10 dəqiqə oldu. Sonradan bu oldu. İndi 20 dəqiqə, 25 dəqiqə belə bəzən, hətta elə vaxtlar olur ki, 30 dəqiqəyə qədər Məhəmmədin diqqəti cəmləşmiş şəkildə bir məsələyə diqqətini fokuslaya bilir. Bu ciddi bir məsələdir, bəli, Günə xanım. Necə? Burada bir mən əlavə ciddi bir məsələ. Burada bir mən əlavə eləmək istəyirəm. Burada bir case xatırladım. Valideyn qeyd edir ki, uzun müddət masa arxasında övladı əyləşə bilmir və dərsi yəni həll edə bilmir. Dərsinə həll edə bilmir və tez-tez ayağa durur və s. Məsələn, bu uşağın birinci biz baxırıq ki, diqqətini, konsentrasiyasını nə qədər müddətdə qoruya bilir. Əgər bu uşağın diqqət və konsentrasiyasını 10 dəqiqə qoruya bilirsə, orada deyə bilmərik ki, yarım saat ərzində sən masa arxasında oturub, məsələn, riyaziyyat işlərini və ya Azərbaycan dili müəyyən bir sənə həll eləməlisən. Bu qeyri-mümkündür. Bu topik olan bir şeydir, realitetdən uzaq olan bir şeydir. Birinci, biz əgər övladımıza kömək eləmək istəyiriksə, övladımızın normal diqqəti, konsentrasiyasını qoruya bilmə minimal və maksimallarını bilməliyik, dəyərləndirməliyik və o minimal və maksimallar üzərində getməliyik. Diqqət özü bir əzələ kimidir. Sizdə əzələ deyil, amma əzələ kimidir. Məşq etdikcə o arta bilir və əgər 10 dəqiqə qoruya bilirsə, bizim daha sonra Pomodoro texnikasından danışacağıq ki, 10 dəqiqə əzəldən qurmaq, qısa bir fasilə vermək və daha sonra isə yenidən bir, demək ki, diqqətə yenidən bir başlayırıq. Dərsimizi daha sonra bu şəkildə və zamanla valideyn görəcək ki, 10 dəqiqəlik dərsə ayırdığı diqqəti müəyyən bir müddətdən sonra 15 dəqiqə, 20 dəqiqə, 30 dəqiqə, 40 dəqiqə, 45 dəqiqədə artıra bilir. Bu, yəni yavaş-yavaş olan bir prosedurdur və valideyn həqiqətən də burada diqqətini verməlidir. Və bayaqlar çox gözəl bir məsələyə də fokuslandınız ki, günün ümumi bir planı düzgün şəkildə övlada təqdim etmək. Çünki uşaq artıq bilir ki, günün hansı hissəsində bu dərs məsələsi olacaq, həftə sonu hansı şəkildə dəyərləndirəcək, hansı hissəsində istirahət olacaq. Bunları vizuallaşdırmaq lazımdır. Bəzən valideynlər bu hissəni demək ki, görməzdən gəlirlər. Həqiqətən bir mütəxəssis olaraq mən buna giriş eləmək istədim. Çünki çox gözəl bir məsələyə toxundunuz. Bəli.
eyni zamanda sizin dediyiniz o potensial məsələsidir də. Uşağın zamana, o diqqətini toplamağa potensialdır bir tərəfdən. Digər tərəfdən Bəli. mövzu üzrə potensialdır. Məsəl üçün, mən bilirəm ki, Məhəmməd bunu ilklər təbii ki, bilmirdim. Yəni, bunu zamanla, indi mən əminliklə deyə bilirəm ki, bilirəm. İndi bilirəm ki, Məhəmməd A, B, C dərslərə potensialı çox yaxşıdır, daha rahat qavraya bilir. İlk öncə onları salıram və yaxud sıralayıram. Birinci asandır, sonra biraz çətinlik çəkdi. Amma çətinlik çəkdiyim mənim o diqqəti toplama vaxtım qısalır. Və mən buna hazıram. Mənim orada dəstəyim çoxalır, məsəl üçün. Elə məsələlər var ki, mən sadəcə olaraq otaqdayam, o dərsini eləyir. Amma elə məsələlər var ki, mən təkcə otaqda deyiləm, həm də onun yanındayam, ona istiqamət verirəm, tapşırığı çox xırda detallara qədər ona izah eləyirəm və s. Amma yenə də son nəticədə kim edir bunu? Məhəmməd edir. Yəni, onun yerinə durub da tapşırığı Məhəmməd edir. Yəni, uşağın diqqət və mövzuya olan potensialı, yəni bacarığı, necə bacarır, qavrama bacarığı mütləq şəkildə diqqətə alınmalıdır bu məsələ. Bəli, həqiqətən. Ona görə biz övladımızın performansı yaxşı izləməliyik. Zəif və güclü tərəflərini bilməliyik. Bu da necə? Təbii ki, övladımızı müşahidə etməklə. Sözlü şəkildə bəzən bizim valideynlərimiz var. Biz indi gəlin mən iki məsələyə deyim. Burada az öncə qeyd edilmiş məsələləri bəzən qısa konkret, amma mövzular açıldığına görə qısa konkret yanaşa bilmirik. Əfsuslar olsun ki, burada yadıma düşür ki, mən indi iki tərəfə böləcəm. Atipik inkişafla tipik inkişaf. Tipik inkişafda, valideyn yenə də dəstəksiz formada bir performans istəyir, yaxşı bir performans istəyir. Yenə də tipik atipik fərq etmir uşaqların valideynin məsuliyyətlərdən biri də uşağın sevməsi, böyütməsi şərtsiz formada, o başqa ehtiyaclarına ödənilməsi, eyni zamanda pedaqoji məsələlərdə öyrətimlə bağlı, yəni dərslərlə bağlı mütləq şəkildə təhsil təliminə yaxından tanış olmalıdır və iştirak etməlidir. Bu onun əsas vəzifələrindən biridir. Yəni, o qarşılıqsız gözləmədən. Ona görə tipik, atipik fərqi yoxdur. Atipik ailələrdə biz nəyə müşahidə edirik? Valideyn deyir ki, mənim o qədər də çox böyük gözləntim yoxdur. Yox, məktəbə gəlsin, gəlsin, heç dərsdə məşğul olmasın. Amma biz bunu nəyə görürük? Əgər valideyn də dəstəyi doğru şəkildə qurarsa, uşağın pedaqoji olaraq təhsillə bağlı müəyyən bir nöqtələrə gəlib çıxa biləcək potensialı var. O potensial oradadır. Həqiqətən. Ona görə də valideyn vaxtında gecikmədən o dəstəyi də qurmalıdır. Məsələn, uşaq gələ 11-ci sinifə performansı çox aşağıdır. Əgər, baxın, müəyyən bir uşağın müəyyən əngəlləri ola bilər öyrənməklə bağlı. Amma ona müvafiq olaraq yanaşma edəndə aslında hər bir uşaq yüksək potensial göstərə bilmək kapasitəsində, yəni bacarığında ola bilir. Ona görə də çox yaxşı diqqət, yəni bura qeyd eləmək lazımdır. Bununla bağlı məsələn əlavə mən vurgulamaq istəyərdim. Bunu çox doğru qeyd edirsiniz ki, uşağın o, belə deyək də, uşaqla işləmək lazımdır. Yəni, təbii ki, son nəticədə bu uşağın özünün məsuliyyətidir, dərsləri oxuması və s. Amma onu həvəsləndirmək, ona şəraiti yaratmaq, onu istiqamətləndirmək və s. biz valideynlərin vəzifə öhdəliyidir. Belə deyək də, valideynlik öhdəliyidir. Və burada uşaq bunu bilmir. Burada valideynlərimiz iki hissəyə bölünür mənə görə. Bir valideyn bilmir və bilmədiyi o zəif nöqtənin üstünə düşür. Məsələn, Günel riyaziyyatı yaxşı bilmirsə, valideyn düşür onun üstünə ki, yox, bu riyaziyyatı yaxşı bilmir. Amma unudur ki, Günel əslində ədəbiyyatı çox gözəl bilir və ondan bəlkə də çox gələcəkdə yaxşı bir yazar çıxacaq və s. Mən Güneli belə öz adımdır deyə ümumi deyirəm də, simvolik olaraq deyirəm. Və yaxud da ki, tərsinə olur, sizin dediyiniz kimi. Bilmir, bilməsin, boş verir və nəticədə amma heç bir yerə də istiqamətləndirmir. Boş vermək deyil də, təbii ki, güclü tərəflərinə fokuslanmaq lazımdır. Amma digər tərəflərdə də bir yerə gəlməsi üçün o dəstək vermək lazımdır. Məsələn, Məhəmməd riyaziyyatda bizim çətinliyimiz var Məhəmməddən. Riyaziyyat fənnində. Amma Məhəmməd riyaziyyatda fiqurlar olsun, o vizual görüntüləri düzgün anlamaq olsun, onu düzgün izah eləmək və həll eləmək olsun. Burada möhtəşəmdir bu uşaq. Həqiqətən möhtəşəm. Və hətta mən özüm təəccüblənirəm ki, riyaziyyatı, o digər məsələləri bilmədən bunu etməsi çox rahatçılıqla da edir və bir dənə baxır, bu budur. Gəlin bir yerdə həll eləyik, həlli yolunu bir yerdə tapırıq son nəticədə.
Amma Məhəmmədin o riyaziyyatı ilə bağlı onu ilə siz bilirsiniz. Yayda bir dönəmdə mən onu riyaziyyatı gücləndirsin deyə kiçik bir kursa göndərdim. Ki bəlkə potensialı var, dəstək olaq. Gördüm ki, uşaq ondan zövq almır. Yəni çünki zövq alması önəmlidir. Əlavə nələrəsə biz uşağı göndəriksə, orada uşağın ondan zövq alması çox önəmlidir. Gördüm ki, uşaq oradan zövq almır. O zaman nə etdim? Tamam, riyaziyyat bizim üçün önəmlidir, önəmli fəndir. Biz onu özümüz öyrənəcəyik. Amma əlavə ona bir effort sərf eləmək yox, sən riyaziyyat olimpiadalarına getməlisən, orada yerlər tutmalısan, onun üçün hazırlaşmalısan. Fəndi biz onu öyrənirik. Bizim üçün həyati bacarıqları önəmlidir. Amma başqa sahədə Məhəmmədin potensialı güclüdür. Humanitar fənlərdə güclüdür. İngilis dilində güclüdür. Bu demək ki, yəni bu dərslərimizi uşağın performansına uyğun formada, reallığa uyğun formada qoymalıyıq. Bəli. Həqiqətən də onu doğru vurguladınız. Burada bir Cavad bəyin bir misalı demək ki, qeydi var. Deyək ki, uşaqlara ən böyük və ən əsas psixoloji valideyndir. Valideynlərin buna diqqət etməsi gərəkdir. Həqiqətən də ümumiyyətlə bir məsələ də var. Həqiqətən mən bir məsələ düz mövzudan kənar olsa da bunu vurgulamaq istəyərdim. Düşünürəm ki, günümüzdə valideynlərin üzərinə lazım olduğu məsuliyyətdən sonra bir ekstra məsuliyyət də yüklənir. Heç kəs demək ki, uşağı olanda o ki, valideyn olur, o dönəmdən öncə, yəni valideyn olmaqda ötürü bir akademiyası, bir təhsili yoxdur. Valideynlik uşaqdan sonra yaşlanaraq öyrənilən bir prosedurdur, bir situasiyadır. Yəni mütləq ki, orada bir səhvlərimiz olacaq, mütləq ki, orada bir yanlışlarımız olacaq. Amma orada doğru mövqeyimiz nədir? Yanımızda olmaq, hər şey, yəni hər zaman doğru ola bilməliyik. Heç kimi ideal deyil. Səhvlərimiz olacaq, səhvlərimizi görmək, nəticə çıxarmaq və onu dəstəkləmək, evladımızı dəstəkləmək, özümüzü unutmamaq, doğru bir münasibət qurmaq. Eyni zamanda valideynin məsuliyyətini unutmamaq lazımdır. Stabillik, qətiyyətli, mütləq şəkildə. Həqiqətən də, məsələn, biz günümüzdə nə görürük? Uşaqda hər hansı bir problem var, inkişaf ilə bağlı və əlavə bir dəstəyə ehtiyac var. Valideyn əməkdaşlığa gəlməsi mütləq şəkildə vacibdir. Yəni, Cavad bəyin burada deməsi çox lazımdır. Əgər valideyn ki, o əməkdaşlığa gəlmədiyi halda bizim nəticəmiz də olmur. Məsələn, necə ki, siz əməkdaşlığa gələn, əməkdaşlığa açılan və bu istiqamətdə özünüzü inkişaf etdirmək istədiyiniz bir şəxs olaraq böyük bir nəticə əldə edərsiniz. Və bu, hansı ki, biz görürük ki, uşağın çox gözəl performansı var və mütəxəssis tərəfində dəstəyə minimal qədər ehtiyacı var. Valideyn əməkdaşlığa gəlmədiyi halda, yəni valideyn bizə iştirak eləmirsə, dediklərimizə etmirsə, bizə münasibət vermirsə, bizə uşaq haqqında məlumat vermək istəmirsə, o zaman orada əməkdaşlıq da qırılır və biz uşaq üzərində də yüksək bir nəticə də əldə edə bilmirik. Müəyyən irəliləyişlər olur, amma o dəstəyi həqiqətən də biz verə bilmirik. Ona görə də valideyn uşağın ehtiyacı olan sevgisi ilk olaraq valideyndəndir. Hər şey dəstəyi və s. valideynin. O valideyni unutmamaq lazımdır həqiqətən. Bizim bu dərsdən əlavə biz gəlirik günümüzün qlobal problemlərindən biri ekrana toxunaq. Ekran məsələsi həqiqətən ciddi bir məsələdir. Ekranı pisləyən də var, yaxşılayan da var. Ekran pis bir şey deyil. Bizim hal-hazırda texnologiya inkişafı bizi həqiqətən daha çox məlumatlı olmağımıza, bilgi əldə etməyimizə, doğru istifadədən söhbət gedir. Ona görə də biz ekranın doğru şəkildə uşaqların həyatına daxil eləməliyik. Özümüz də doğru istifadə eləməliyik uşaqların həyatına. Təsəvvür edin, biz ekran mərkəziyyəti olan uşaqlar var ki, biz ilk dəfə görürük ki, ekran mərkəziyyəti sıfırdan yaranmayıb, bu süni şəkildə yaradılıb. Çünki ilk bir uşaq ekrandan anadan doğulandan sonra ekrandan tanış olmuyor ki, onu verən, təklif eləyən var və eyni zamanda ekran mərkəziyyəti təkcə uşaqda deyil, ilk olaraq valideynlərdə çıxır əslində. Ona görə də ekran bizi nə qədər inkişaf etdirsə də, ekran bizi daha geriyə də sala bilər. Uşaqların davranış pozuntularının yaranmasına da səbəb ola bilər. Dərs fəaliyyətinin aşağı salmasına, diqqət pozuntularına, yəni ciddi bir məsələlərə də toxuna bilər. Ona görə də ekrandan doğru şəkildə istifadə etmək lazımdır və siz ekran vaxtını hansı şəkildə formalaşdırırsınız? Ümumiyyətlə, gün ərzində geri verirsiniz və ekran sizin üçün nə qədər əhəmiyyətlidir? Çıxarda bilmərik. Bu bizim reallığımız. Xanımın deyilsin, biraz interaktiv problemdir. Məni eşidirsinizmi? Bəli, eşidirəm sizi. Deyilsin, biraz interaktiv problem yarandı. İndi bəs? İndi eşidirəm. Texnologiya həyatımızın önəmli bir parçasıdır. Yəni, biz bunu inkar eləyə bilmərik. Çünki texnologiyanın bizə verdiyi yaxşı məsələlər də var. Yetər ki, biz ondan necə istifadə edirik.
Ona qalsa, məsəl üçün, atom bombasının yaranması. O kimyəvi elementlər toplusudur. Ondan, həmin topludan biz silah da yarada bilərik. Nəyisə xilas etmək üçün hansı vasitələr də yarada bilərik. Texnologiya da eyni bir şeydir. Yəni, əlimizdə olan bütün vasitələrin müsbət tərəfləri var. Burada da valideynin rolu ondan ibarətdir ki, uşağı müsbətə doğru yönləndirsin. Texnologiyadan ala bu telefona bax, mən özümə vaxt qazanım deyil də, gəl birlikdə öyrənək, buna bax, sonra mənə danış. Və yaxud bəzən olub ki, bir mükafat kimi də istifadə eləmişəm Məhəmməddən. Onun texnoloji vasitəsi var. O bilir ki, onun bir evdə texnoloji vasitəsi var. O ondan, dərsdən gələn kimi gün ərzində ondan istifadə eləyə bilmir. Müəyyən bir saatdan sonra başlayır onun istifadəsi və müəyyən saat çərçivəsində başlayır onun istifadəsi. Dərslərimiz zamanı biz texnologiyadan istifadə edirik, baxırıq, gəl bir yerdə baxaq, gəl bir yerdə araşdıraq, gəl bir yerdə bunu izləyək və s. Hətta dərslərimiz üçün mən özüm müəyyən məsələləri ona vizuallaşdırmaq üçün internetdə tapıram, izahları oradan götürürəm, bir yerdə izləyirik. Deyirəm, amma gəl bir yerdə öyrənə görə bu nə deməkdir əslində? Bundan istifadə edirik və bu ilə də nəyə göstəririk uşağa? Göstərir ki, əslində texnologiyanın öyrədici tərəfi var. Təbii ki, ondan sığortalanmamışıq ki, qarşısına qeyri-adi nələrsə çıxa biləcək, bizim xoşumuza gəlməyən kontent çıxa biləcək, videolar çıxa biləcək. Təbii ki, onun telefonunda valideyn nəzarəti var. Ondan mən istifadə edirəm və müəyyən tənzimləmələri qoyuram. O mütləqdir. Saat limiti var ki, o saatdan sonra telefon bağlanır və Məhəmməd də onu bilir, gətirir telefonu verir. Yəni, o limitlərimiz, amma əvvəldən ona demişəm ki, bax, bu qədərdir. Məsəl üçün, o gündəlik, məsələn, 1 saat. Amma o 1 saatla biz başlamamışıq. Qısa müddətlərlə başlayıb uzatmışıq və yaxud daha öncə daha çox baxırdı, onu yavaş-yavaş azaltmışıq, sonra tezdən yavaş-yavaş artırmışıq. Yəni, bu bir zaman, səbir, diqqət tələb eləyir. Yəni, biz övladımızın nələrdən istifadə etməsini hər zaman ondan öyrədici bir şey çıxarda bilərik və onun da idarə etməsi bizim əlimizdə olmalıdır deyə düşünürəm, müəyyən bir və yaş dövrünə qədər. Və biz onu düzgün istiqamətləndirəndən sonra, bünövrəsini yaxşı qoyandan sonra, onsuz da uşaq daha düzgün nəticələr çıxarda biləcək böyüyəndə. Həqiqətən də orada təcrübə qazana bilir. Həqiqətən doğru vurguladınız. Mən burada valideynlərə də səsləmək istəyirəm. Ekran nəzarəti erkən yaşda biz ekransız həyat qura bilmərik. Zaten 2-3 yaşa qədər ekransız həyat uşağın inkişafı üçün lazımdır. Ekranı sıfırlamaq lazımdır. Ancaq müəyyən bir, məsələn, 3 yaşdan 5 yaşa qədər yarım saatdan başlayır, 1 saata qədər. O da tam deyil, 10 dəqiqə formasında etmək. Yəni, tam 1 saatı cəhd olur, deməkdir ki, 1 saata məruz qalsın. Və ən çox da yeniyetmələrdə biz rast gəlirik ki, valideynlər qeyd edirlər ki, otağına girir, otağından çıxır. Çünki texnologiya təkcə vəsait deyil, material deyil, alət deyil, eyni zamanda mühit, məkan, mütləq şəkildə yaxşı dəyərləndirilməlidir. İlk öncə bunu izahatını və təlimatını vermək lazımdır. Onu da siz etdiyiniz şəkildə, məsələn, dediyiniz o proqramlar hamısı əlçatandır. Yəni, valideyn əslində bugün çox məlumatlı olmalıdır. Bu qeyri-mümkün deyil. Əslində zaman keçəndə uşaqlar daha çox məlumatlı olur, amma uşağın müəyyən bir yaşına qədər valideyn məlumatlı olmaq məcburiyyətindədir. Belə ki, hansı formada? Övladınız əgər hər hansısa bir işlə, məsafəylə, məktəbə gedir, məsələn, telefon verilirsə, məsələn, gün ərzində telefon müəyyən saata qədər onun əlində olduğu halda gecə, məsələn, yatma saatlarında məsələn, telefon onun otağında deyil, ümumi bir evi, məsələn, salon otağında, televizor otağında, yəni qoymaq lazımdır və siz özünüz də bu şəkildə etməlisiniz. Çünki nümunə rol model olmaq lazımdır. Və yaxud da ki, övladınıza kompüter sistemi və s. qoşulanda bunu otağınızı uşağın yataq otağında deyil, ümumi salonda etmək lazımdır. Çünki yataq otağını edəndə artıq bu uşaq eyni zamanda daha çox məriziyyətə açıq ola bilir. Ona görə də ciddi şəkildə onu ayırmaq lazımdır. Salon otağını etmək lazımdır. Övladınızın istifadə etdiyi o proqramlar mütləq şəkildə, bunu gizli şəkildə deyil, özünə danışaraq, güvən verərək nəzarət etmək lazımdır, paylaşmaq lazımdır. Lazımı qədər demək ki, informasiyasını vermək lazımdır. Bundan əlavə, məsələn, sosial mediada bu texnologiyanın ekran istifadəsi içərisinə daxildir ki, buna diqqət etmək lazımdır. İlk öncə, əgər uşaq təhlükəsizliyini qorumaq üçün minimal məlumatlara malikdə isə buna icazə verməmək lazımdır. Amma bu dünyada qəbul olunmuş nədir? 14 yaşdan istədir sosial mediada
account, yəni hesablarının açılması. Amma demək ki, övladınıza mütləq şəkildə həmin onu olmasan bir mütləq şəkildə deyil, mütləq şəkildə təhlükəsizliyini hansı formada qoruya biləcəyi haqqında məlumat vermək. Əgər belə elədi, onu hansı yaxşı niyyətin, pis niyyətin olduğunu bilmək lazımdır. Uşaqlar səbəb-nəticə əlaqəsini qurmadan, yaxşı niyyətin, pis niyyətin bilmədən, o təhlükəsizliyi qorumaq üçün lazım olan məlumatları paylaşılmaması və nə üçün paylaşılmaması haqqında yetəri qədər bilgi olmadan demək ki, birbaşa baş-başa demək ki, ekran məlumatının, yəni texnoloji aləti uşağın əlinə vermək olmaz həqiqətən. Bu ciddi bir məsələdir. Daha sonra biz gəlirik istirahətlər. Yəni bəzən valideynlər deyir ki, övladımın heç istirahət etməyə zamanı yoxdur, oraya gedirik, bura gedirik. Çünki günümüzdə çox tələblər var. Həqiqətən mən bir üzülürəm bəzi ailələrdən uşaqları görəndə. Çünki həqiqətən çox ciddi bacarıq əldə edirlər. Çünki dərsdən əlavə, dərs barəsindən əlavə ciddi şəkildə müəyyən bir məsələ gedilir. Üzülürəm ona ki, məsələn, fərqli bir formada. Çünki istirahət bəzən heç nə eləməmək belə bəzən valideynin qəbul edə bilmirlər bunu. Sizə görə istirahət nədir? Övladınız üçün, oğlunuz üçün istirahət anlayışını hansı şəkildə formalaşdırırsınız və istirahət edəndə siz nə edirsiniz? İstirahət bizim üçün fərqli mənalardır. Fərqli cür özünü göstərir. Bəzən sadəcə olaraq sakit uzanmaq, o yatmaq deyil, yorulmuşam, uzanaq və yaxud əsəbiyəm, bizim sakitləşmək üçün bir belə deyək də metodikamız var ki, sakit künclər deyək, sakit məkan deyək. Künc deyilən bir Google künclər qoyaram məsələsi var. Amma o deyil də, yəni uzan və sakitləş. Gəl uzanaq və sakitləşək. Bir yer gəl uzanaq və sakitləşək dediyimiz vaxtlar olur. Və yaxud indi onu biz biraz da fərqli eləmək üçün deyirik ki, biraz pəncərədən bax, gör nə görürsən orada. Diqqətini tamam fərqli bir məsələyə fokuslayıb da biraz sakitləşməsi üçün və yaxud yorğunluğunu həmin anda çıxartması üçün istifadə edirəm. İstirahət bizim üçün zövq aldığı işlə məşğul olmaqdır. Oturub sakitcə plastilinlə oynayırsa və yaxud bir ara o rəngləməyi xoşlayırdı, boyaları və s. Oturub və boya. Öz üçün orada boyayır, mən də burada uzanmışam 5 dəqiqə mürgüləyirəm. Yəni istirahət edir. Təbii ki, biz valideyn olaraq istəyirik ki, övladımızın multifunksional olsun övladımız. Yəni belə yazılar da çoxlu oxuyuruq ki, övlad mütləq şəkildə uşaqlarımız dərsdən əlavə bir musiqi alətini ifa eləsin, bir idman fəaliyyəti ilə məşğul olsun və s. Bunlar möhtəşəmdir, bu çox yaxşıdır. Burada mənim həmişə üstündə durduğum məsələ nəyi xoşlayır və zövq alırsa eləsin. Çünki, məsəl üçün, mən bilirəm ki, Məhəmməd üzgüçülükdən suyu çox xoşlayır. Üzgüçülükdən zövq alır, gedir. Musiqidən zövq alır və potensialı var, gedir. Yəni, bu. Amma da mən ona musiqiyə gedirsənsə, mütləq şəkildə tarda da ifa eləməlisən, pianinoya da getməlisən. Zamanla onlardan da hansısa gələcək təbii ki. Əgər musiqini özünə sənət kimi seçərsə, onlar da gələcək, amma zamanla gələcək, yavaş-yavaş gələcək. İdmana gedirsə, üzgüçlüyə gedirsə, mütləq şəkildə oradan çıxıb futbola da getməlisən, basketbola da getməlisən. Uşaq əlbəttə bezər. Bezəndə də istəməz bunu etməyə və yorular. Bu da istirahətdən danışa bilməliyik. Bəli, o zaman da istirahətdən danışa bilməliyik. Bəzən o şeylərin içərisinə, o istədiyi zövq aldığı məqamları salanda uşaq istirahət edə bilir. Yəni, istirahət bizi müxtəlif çalarlarda gün ərzində özünü göstərir. Bəzən sakit oturmaq, bəzən hansısa bir öz fəaliyyəti ilə məşğul olmaq, oyunlarını oynamaq. Bəzən də heç bir şey etmədən, bəli, heç bir şey etmədən oturduğumuz vaxtlar olur. Və bu da normal bir şeydir. Valideynləri mən başa bilirəm. Valideynlər qorxurlar ki, narahatdırlar ki, uşağımın boş vaxtı olarsa, birdən nəsə başqa bir təsir altına düşər. Birdən nəyisə fərqli cür edər. Amma belə deyil. Biraz uşağımıza geri qalar, öyrənməz. Geri qalar. Amma elə deyil. Biraz uşağı da rahat buraxmaq lazımdır əslində. Ki, onun da bir özünün o mühiti, alanı, belə deyək də, formalaşa bilsin. Həqiqətən bu belədir. Məsələn, yetişkin insanlarda da kreativliyi tətikləmək üçün, kreativliyi formalaşdırmaq üçün insanı bəzən heç nə etməməsi və yalnız qalması
həqiqətən də boş zamanı daha çox olması lazımdır ki, bəzən düşünmək üçün, bəzən nə edib, nə edəcəyinizi planlaşdıra bilməyiniz, yəni bu mühitdən asılıdır. Eyni zamanda bu azad demək ki, zamanı fiziki tayını uşaqlara həqiqətən vermək lazımdır. Məsələn, bağça sistemində erkən yaş dövründə nə zaman 20 il içərisində müəyyən bir saat dönəmləri var ki, azad oyun saatıdır və burada uşaqlara bildirilir, material təqdim olunmur, heç bir şey vermir və uşaq özü nə edəcəyini özü planlaşdırmalıdır. Çünki görən olan uşaq hər dəfə bunu etməlisən, tapşırıq olursa, artıq nə hansısa bir tapşırıq istiqamətə gedir və uşaqda kreativlik, yaradıcılıq hissəsi ölür, inkişaf etmir. Ona görə də mütləq şəkildə o hissəni tətikləmək lazımdır ki, bir də məsələn uşaqları o çox o tərəfə, bu tərəfə göndərmək və s. Bəzən bunu mən bir şeyə də bağlayıram. Valideyn özü zamanında özü edə bilməyəcəyi şeyi günahlandırır, öz günahlandırma var burada və bunu etməməsi üçün və başlayır demək ki, təmizləmək üçün mən qeyd və başlayır övladı üzərindən belə etməyə. Məncə bunu həqiqətən dəyərləndirmək lazımdır. Yəni mən sizin dediyinizə qatılıram. Mən uşağım marağı nədir? Marağı hansı istiqamətdədir? Nəyi bacarır? Marağı ola bilər, amma bacarığı ola bilməz. Dəfədən güzəlliğini düzəlmir. Bu da yaxşı. Ona görə də övladımızı daha yaxşı müşahidə etməliyik. Həqiqətən bizim bir terapiyamız var, filial terapiya. Çox gözəldir. Ailə terapiyasıdır, ailə oyun terapiyasıdır. Bizim orada tapşırıqlarımız var. Birinci tapşırığımız belədir. Hər zaman valideynlər bunu qəribə hiss edirlər. Biz deyir ki, övladınızı elə bir nəzarət edin ki, elə bir baxın ki, elə bir müşahidə edin ki, önce görmediğiniz bir fiziki olarak bir nəsə fərqlilik edin. Bu bir xal ola bilər, bir çapı ola bilər, bir göyərmiş qızartı və s. Nəsə ola bilər. Yəni bir şey, yəni o bir həftədə vaxt verilir əslində. O bir həftənin öncəsində artıq valideynlər deyir ki, artıq soyundurmuşam, hər yerinə baxıram, az qalmışam, lupa ilə baxıram. Yəni biz övladımızı aslında bu qədər müşahidə etməliyik ki, onu yaxşı tanıyaq və onun istiqamətində, yəni onun adını ona istiqamət verək. Və mən başqa bir suala da toxunmaq istəyirəm. Oyunlar, bizim yararlı yerimizdir. Uşaq məktəbə başlayanda ilk olaraq oyuncaqlar yığışdırılır ki, bir andaca ki, bəs artıq sən böyümürsən, məktəb həyatı, dərs fəaliyyəti və oyun oynamaq olmaz. Çünki oyun oynasan gediləyəcəksən. Elə bir məsələ. Və siz həyatınızda oyunlarda nə qədər zaman ayırırsınız? Və bu oyunlar hansı oyunlar övladınız üçün daha demək ki, sevir, onu edir, siz ona yəni əhəmiyyətli olaraq, yəni oyunları siz əhəmiyyət görürsünüz oyunlarda. Oyunlar bizim həyatımızın mərkəzindədir. Birincisi, mən oyun vasitəsilə Məhəmmədin gününün necə keçdiyini müşahidə edə bilirəm. Yəni, necə keçib. Çünki onu oyunda uşaq biruzə verir. Və bu tipik, atipik fərqi yoxdur. Bütün uşaqlar belədir. Uşaqlar oyunla içindəki emosiyalarını və s.lərini göstərə bilirlər. Məsələn, ifadə edə bilmədiklərini oyunla göstərirlər. Məsələn, bir uşaq nədənsə onun daxilində qorxusu varsa, oyunda o səhnələri etməməklə əslində onlardan qaçınmaqla müəyyən bir işarə verə bilir valideynə. Gündəlik nəsə baş veribsə, oyundakı o dialoqla onu göstərə bilir. Məsələn, Məhəmmədin ən çox xoşladığı oyun müəllim-şagird olmaq oyunudur. Çox da qəşəng oynayır və hətta Məhəmmədin təqlid etmə bacarığını da oradan görürdüm ki, o müəllimlərini və yaxud evdə mənim onun dərslə bağlı olan məsələsini sanki məni güzgülüyür və mən özümə kənardan baxıram ki, əslində mən bunu belə deyəndə, bu tərzdə deyəndə uşağa belə təsir edir. Sizinlə olan seanslarını oyuna çevirdiyi olub. Logopedi ilə olan seanslarını oyuna. Yəni müəllim deyəndə onun ətrafında onu öyrədən hər kəs nəzərdə tutulur və məktəbdəki müəlliməsi ilə onun ona o göstərdiyi qayğını Məhəmməd oyuna gətirir. Və mən başa düşürəm ki, müəlliməsinin əslində ona göstərdiyi o istiqamət, qayğı Məhəmmədə nə qədər önəmlidir ki, bunun gündəlik oyunlarında ondan element var. Oyun bəzən oyuncaqlardan istifadə edərək, mən bunu eləmişəm. Hətta indi də eləyirəm. Bəzi məsələləri, məsəl üçün hekayələri Məhəmmədə daha yaxşı anlatmaq üçün oyuncaqlarla dialoq qurmuşam. Və yaxud bəzən olub ki, demişəm ki, Məhəmməd, bu hekayəni öyrən, gəl, bizim Spider-Man'imiz var, gəl mənə danışma, Spider-Man'ə danış. Bir neçə dəfə danışması üçün, öyrənməsi üçün bütün oyuncaqlarını yığmışam. Spider-Man'ə danışıb, nə bilim, ayıya danışıb, ürək var, ürəyə danışıb, Sonika danışıb və s. və ilə axırda. Oyuncaqlarını bir-bir danışdıqca
sanki onlara nağıl danışır və ya hekayə danışır, amma özü öyrənib onu. Oyuncaqda niyə uşağı, bu uşaqdır adı üstündə. Mənim özümün yadıma gəlir ki, mənim hal-hazırda özümün də elə oyuncaqlarım var. Hətta mənim kiçik oyuncaqlarım var ki, mən onu iş masamın üstündədir. O mənim yaradıcılığımı tetikləyir, yaradıcı düşünməyimə kömək edir. Həqiqətən. Bəli, mən çox emosional oluram, bilirəm, amma uşaqları oyuncaqdan ayırmaq olmaz. Elə eləməyim. Həqiqətən bəli. Çünki oyun uşağın işidir. Bəli. Oyun uşağın haqqıdır. Onun haqqının alınmasıdır. Biz uşağın yəni əslində təhsil sistemi o şəkildə qurulmalıdır ki, hələ ibtidai sinifdən ki, bu oyun bazalı olmalıdır ki, daha vizual, daha yadda qalan, daha əyləncəli, daha istirahət mərkəzi və daha uşaq mərkəzi. Yəni bu uşaq bununla daha çox şey öyrənə bilir. İnsan münasibətlərinə və hər şey. Biz ümumiyyətlə terapiyamızı oyunsuz bir günümüz olmur və həqiqətən də bunu irad tutulur ki, bu qədər təhsil illərimiz olsun, yerli olsun, xarici olsun və s. və oyunlar və oyuncaqlar üzərindən təbii ki, bəli. Çünki biz terapiyaların, uşaq psixoterapiyasında bizim əsas materialımız oyunlardır və bu oyuncaq bazalıdır, oyuncaq bazası olmadığında s. Bu oyunlardır. Uşaq oyun əsasında öyrənir, uşaq öyrənməkdən ötürü oynamır. Ən əsası budur. Yəni biz bunu dəstəkləməliyik. Ümumiyyətlə, Güney xanım, biz uşaq ümumiyyətlə o rejimdən danışdıq, o rejimin o faydalarından bir vurğulamaq istəyirik. Bir də ki, bir məsələ var ki, bir günün tam uğurlu ola bilməsi üçün nələr vacibdir? Hər rejimin faydası, günün uğurlu ola bilməsi üçün nələr edilməlidir? Mənim üçün Məhəmmədin gününün uğurlu olması o deməkdir ki, axşam biz yerimizə girəndə günümüz necə keçib sualına yaxşı keçdi. Nə öyrəndik, nə etməyi bacardıq. Yeni nəsə əgər əldə eləmişiksə, bu mənim üçün uğurdur. Və yaxud bildiyimizi möhkəmləndirmişiksə, bu mənim üçün uğurdur. Məsəl üçün, Məhəmməd durub səhər-səhər öz əl-üzünü özü yuyubsa, dişlərini özü fırçalayıbsa, mən demədən, bu mənim üçün uğurdur. Səhər durub özü yemək qabının içindəki yeməyi yiyibsə, sonra o qabı aparıb yuma yerinə qoyubsa, bu mənim üçün uğur. Kiçik nailiyyətlər. Yəni, təbii ki, dərsimizdən 5-6, mən gündəlikdəki qiymətlərə o ilə yanaşı, dəftərində nə kimi qeydləri var Məhəmmədin? Ona baxıram. Keçən dəfə də demişdim ki, Məhəmməd ev tapşırığını özü yazırsa, ki, sabaha bu tapşırığımız var, bu mənim üçün uğurdur və günün sonunda uşaq rahat yerinə girir, çox rahat şəkildə yuxuya gedə bilirsə, bu uğurdur. Deməli, onun günü balanslı olub, həm oynayıb, həm əylənib, həm öyrənib, yəni əylənməklə öyrənməni paralel şəkildə edib və keyfiyyətli yorulub. Yəni, yoruluruq yatırıq da günün sonunda. Keyfiyyətli yorulub və elə o günlərimiz əvvəllər az olurdu, amma indi şükürlər olsun ki, çoxalıb və Məhəmməd yerinə girəndə daha rahat yatır və daha tez yuxuya gedir. Keyfiyyətli yuxu rejimi də elə formalaşır. Bəli. Orasını da vurguladınız. Diqqət edirsiniz ki, məsələn, öncələr az olurdu, daha sonra məsələn bu artmağa başladı. Məsələn, valideynlər bunu ona demotivasiya edir əslində. Məsələn, mən özümdə müşahidə edirəm. Mən valideynlərə qeyd edirəm ki, dama-dama göl olar. Bugün, məsələn, terapiyalar olsun, sizin müsbət yanaşmalarınız olsun, evdə müdaxilə texnikalarınız olsun ki, müəyyən şeyləri edirsiniz, həmin gün nəticə verməyə bilər. Amma illa ki, bir gün onun nəticəsini görəcəkdir. Çünki bu bir yatırımdır. Həqiqətən bu bir yatırımdır. Zaman-zaman daha sonra yəni özünü göstərə bilər. Ona görə də qətiyyətli olmaq, sürdürmək və bəzən onu dəyərləndirmək lazımdır ki, mən bir şey etməliyəm. Bəlkə hər hansı bir texnikamı dəyişməliyəm. Çünki biz az sonra texnikalar haqqında danışacağıq və görəcək ki, bir-birinə bənzər olsa da bir-birinə fərqlilikləri çoxdur və sizin övladınız üçün ən müvafiqini tapmalısınız. Ona görə də daha yaxşı yatırımlı eləmək lazımdır. Ümumiyyətlə, bəs sizin plan pozulanda gün ərzində ki, biz bu rejimlərdən danışdıq, bir plan pozuldu və bu nələrə səbəb ola bilər və bu siz hansı formada, təbii ki, atipik inkişafda, adətən autizm spektr pozuntusuna biz danışanda bunu vurğulamaq lazımdır ki, bəzən uşaqlar rutinə daha çox meyil olurlar və onun pozulmasını istəmirlər və təbii ki, bu sizin övladınızda da var. Bu plan pozulanda və ya gözləntilər orada dəyişiləndə sizin ilk münasibətiniz, nəyə diqqət yetirmək lazımdır? Yəni, buradan zəhmət olmasa. Orada əslində özümə sual verirəm ki, nə önəmlidir? Rejim mi, yoxsa uşağın sakitliyi mi?
Təbii ki, Hı burada hı. sakitlik daha çox ön planda olur. Bir də onu uşağa necə kommunikasiya eləmək məsələsi. Əvvəllər nəsə olanda mən elə əvvəldən heç xəbərdarlıq eləmədən gün başlayanda deyirdim ki, hə, bizdə dəyişiklik oldu, falan olacaq. Və Hı Məhəmməddə hı. sual da verməyi bacarmır axı. Hı. Təşvişi olurdu, qışqırmağı olurdu, ağlamağı daha çox olurdu və s. Amma indi elə deyil. İndi biz nə edirik? Nəsə keçən həftə bizim bir planımız var idi ki, əvvəlcə gələcək Aynur müəllimənin yanına, Hı hı. ondan sonra gedəcək musiqi yarışına və s. O olmadı. Keçən həftə günün o bir hissəsində axşam məlumatım oldu ki, yarış əvvələ keçirilib, sonra biz Aynur müəllimə Hı gedəcəyik. hı. Və bu normal, böyüklər bunu normal qəbul eləsələr də ki, çox vaxtı bizim də planımızda dəyişiklik olanda nə edirik? Əsəbləşirik. Ki, mən bunu planlamışam, bu boyda zaman sərf eləmişəm və s. Əsəbləşirik də, biz də əsəbləşirik. Bunu mən Məhəmmədə necə deyim? Və gəldim sadəcə olaraq Məhəmməd, bilirsən, sabahları biraz fərqli olacaq bizim günümüz. Bunu ona belə təqdim eləyəndə, təqdimatdan çox şey asılıdır. Bəli. Belə təqdim eləyəndə Məhəmməddə maraq oyandı. Necə fərqli olacaq? Biz birinci yarışa gedəcəyik, sən orada yarışda iştirak eləyəcəksən, musiqi ifa eləyəcəksən, sonra Aynur müəllimə ilə gedib sevinci və oyunla paylaşacaqsan. Və salam. Təbii ki, buna gəlməyin biraz zaman aldı məndə. Təbii ki, aldı. Daha çox yaradıcı düşünməyə sövq elədi və s. Mən hər dəfə deyirəm ki, Məhəmməd mənə yaradıcı düşünməyi, danışıqlar aparmaq qabiliyyətini, təqdimat bacarıqlarımın daha da yaxşı inkişaf etməsini tətikləyən bir övladdır. Bizim yanaşmağımız burada çox önəmlidir. Yəni, planda dəyişiklik varsa, bizim tutarlılığımız nə qədərdir? Bizim emosional durumumuz nədir? Nə qədər özümüzə elastiklik. Bəli. Çünki biz özümüzə elastik olmalıyıq. Bəli. Yəni elastik olmaq daha çox. Çünki rejim çox gözəldir. Məsələn, rutinlərə bağlı olmaqdır və s. insan verimli, daha çox məhsuldar olmaq istəyirsə, bunlar daha çox disiplinli rejimə uyğundur. Amma burada elastikliğimizi də qorumalıyıq ki, çünki dünyanın ən möhkəm meşəsi bambu meşələridir. Çünki elastikdir. Möhkəm olsan, qızılsan, yumuşaq olsan, əzilərsən. O elastikliyi də biz övladımıza da göstərməliyik. İlk olaraq da rol model olaraq da. Həqiqətən onu da doğru vurğuladınız. Bəli. Bugünün nümunəsindən deyim. Bizim bazar günlərimiz daha çox dərslərimizi planlayaraq həftəlik, belə deyək də, oxumağımıza deyir. Həftəlik dərslərimizi hazırlaşırıq biz. Və günümüzü, indi mən birazdan texnikalardan danışacağıq, elə planlayırıq texnikalara uyğun olacaq. Amma biz bu günləri biraz indi fərqli başladıq da. Mənim bugünə fərqli bir, məsələn, bugün görüşümüz var idi bizim. Ona görə Məhəmmədlə biraz fərqli elədik. Məhəmməd, gəl 2 dərsimizi bugün oxuyaq. Amma bu bizim siyahımızdan azalacaq. Sən bazar günü sənin oynamağa daha çox vaxtın olacaq. Yəni, belə bu cür məsələlərdən istifadə edərək, o yoxsa öyrənib. 7-ci gün biz dərs oxuyuruq. O biri günlərdə, yəni ümumi dərslərimizi hazırlaşırıq da. O biri günlərdə məktəb var, məktəbdə onsuz da oxuyuruq və s. Amma 7-ci gün bizim bir günümüzün yarısı çünki mənim də evdə olan günümdür. Evdə ikimizin də olan günüdür. Elə planlamışıq günümüzü. Amma kiçik bir dəyişikliyin olması bizi dərslərimizdən geri salmadı. Biz yenidən dərslərimizdən hazırladıq. Amma artıq bir neçə dərsimizi, məsələn, dünənləri bir neçə dərs eləmişik. 5-ci gün bir neçə dərs eləmişik və s. ki, bugünə həm ona vaxt, onun özünə, oynamağına, istirahətinə vaxt ayrılsın, həm də mənə vaxt ayrılsın ki, mən bu canlı görüşə qatıla bilim. Yəni, çevrimiz bizim özümüzə də lazımdır, elastik olmaq. Biz özümüz öncədən məsələn planlamaq və eyni zamanda onu verbalizə eləmək çox önəmlidir hər şeydən. Məsələn, biz problemi davranışlardan danışmışdıq keçən görüşlərdə. Problem davranışlarını biz orada da qeyd eləmişdik ki, verbalizə olmağa toxunmaq istəyirdim ki, qarşılıqlı almaq deyil, yaranmasan öncə onu qabaqlamaq. Bunu verbalizə eləmək lazımdır. Məsələn, belə bir uşaqla bizim, demək ki, belə bir uşağımız var idi, hansı ki, udmağa daha çox meyil idi, udmaq istəmirdi və s. Biz bir dəfə, demək ki, domino oynadıq, o bir dəfə uddu, sevindi, mən udurdum. Amma biz burada özümüzü uduzdurmuruq. İndi ikinci oyunumuzda, ikinci əlimizdə artıq mən uddum və artıq uduzmağı sevmir, qəbul olmayan bir uşaqdır.
Artıq dedi ki, mən udum. Dedim, yox, bu dəfə mən udum, məndən sonra amma sən udun. Sən ikinci udan oldun. Əslində iki nəfərik. Yəni Bəli. onu sakitləşdirmək. Çünki düzdür, biz müəyyən bir prosedurlara gedəcəyik. Müəyyən elastikliklər öyrənəcəyik. Amma onu verbalizə eləmək də daha çox Bəli. önəmlidir ki, demək ki, o uşaq da oradan, yəni əgər yox, mən orada desəydim, yox, sən uduzmursan, burada udan mənəm, əgər oyunda bir nəfər udur və hətta orada problemin davranışı yaranmasa da gücləməsə, yəni orada çıxa bilərdi. Ona görə də hər şey övladımıza, uşaqlarda istəyir terapiya olsun, istəyir valideyn uşaq münasibətlər olsun, daha çox təqdimat çox önəmlidir. İndi gəldik biz Səhərdən bayaqdan biz demək istədiyimiz bir məsələlər, texnikalar var idi. Hansı ki, bu texnikalar gözəl bir alətlərdir ki, həm yetişkinlərə, həm də uşaqlara təqdim edə bilərik. Yaşından, yəni kim istəyir ki, həyatında məsələlər olsun, kim istəyir verimli olsun həm işində, yəni bu texnikalardan istifadə edə bilərlər. Gəlin, istədiyiniz bir texnikadan başlayalım. Elə gəlin bayaqlar sizin qeyd elədiyiniz o Pomodoradan başlayaq. Pomodoro. Pomodorun dilimləri də əslində İtalyan mütəxəssis tərəfindən hazırlanmış bir texnikadır. Texnikanın orijinalı belədir. Yəni böyüklər bundan belə istifadə edir ki, biz hansısa bir tapşırığı fokuslanırıq, 25 dəqiqə bunu edirik və orada timer qururuq, saatımıza baxırıq. Amma o 25 dəqiqədə ancaq buna fokuslanırıq, bunu edirik. 25 dəqiqədən sonra 5 dəqiqə fasilə. İkinci 25 dəqiqəni da edirik. Yəni 2 dilimdən sonra 10 dəqiqə fasilə. 10 dəqiqə fasilədə də sosial şəbəkəyə girə bilərik. Hansısa bir kiməsə zəng eləməliysə onu edə bilərik və ya bir çay içə bilərik. Nəsə də özümüzü mükafatlandırırıq. İndi gəlin bunu uşaqlara mən məsəl üçün Məhəmmədə bunu necə tətbiq edirəm? İlk başlarda bu bizdə 5 dəqiqə idi. 5 dəqiqə dərs, ondan sonra 2 dəqiqə nəsə. O 2 dəqiqəyə nəyəsə qulaq asa bilərdik, bir yerdə mahnı oxuya bilərdik və s. və ya kiçik hərəkətlər eləyə bilərik və s. Hər şey əlimizin altındadır da onsuz da. Düzdürmü? Sonradan o 5 dəqiqə keçdi 10 dəqiqəyə. Məsəl üçün, indi müəyyən dərslərdə biz 10 dəqiqə, 15 dəqiqə tam, amma həmin da başqa bir işdən məşğul olmuruq da. Ancaq dərsə, diqqətimiz ancaq dərsdə olur. Dərsimizin hansı tapşırığını eləyirik, ondan sonra 5 dəqiqə fasilə veririk. Və yavaş-yavaş onlar o müddət məndə artıq, Məhəmməddən artıq. Biz həqiqətən o 25-5, yəni böyüklər üçün, böyüklərin istifadə etdiyi 25-5-ə gəlib çatmışıq. Bu o demək deyil ki, 25-5 olmalıdır həmişə. Orada yaradıcılıq yenə bizim əlimizdədir. Önəmli olan dilimlərə bölmək. Bəli, texnikalar bilməkdir. Bəli, 30 dəqiqə sonra uşaqlardırsa orada artıq 30 dəqiqədən sonra bir vaxt vermək lazımdır. Əgər çətin bir period olursa. 5 dəqiqə deyil də 7 dəqiqə və yaxud da 10 dəqiqə və s. Məktəb də elədir də əslində, düzdürmü? Biz sadəcə olaraq məktəbdə o 45 dəqiqədir. 45 dəqiqə oxuyuruq. 45 dəqiqədən sonra 5 dəqiqə tənəffüs. 3-45 dəqiqədən sonra 10 dəqiqəmi ya nə qədərmi böyük tənəffüs olur. Orada uşaqlar belə də daha rahatlaşmalıdırlar və s. ki, beyin biraz dincəlsin. Xarici ölkələrdə, məktəblərdə, ibtidai siniflərdə xüsusən dərsin özünü belə hissələrə bölür müəllimlər ki, 10 dəqiqə nəsə öyrənirlər, 10 dəqiqədən sonra 2 dəqiqə, 3 dəqiqə musiqi olur sinifdə və uşaqlar sadəcə olaraq oynayırlar yerlərində. Və yaxud qrup oyunu olmalıdırsa, otaqda stulların falan yerini dəyişirlər, müəlliməyə kömək eləyirlər. O da fasilədir də, yəni o da uşağın beyninin bir tərəfdə deyir, fokuslanmaq modunda olur, dərəcəsində olur. Sonra keçir istirahət rejiminə. O istirahət rejimində beyin artıq başlayır anlamağa, yəni o həzm eləməyə öyrəndiklərini. Yəni bu Pomodoro texnikası budur. Əgər əlavəniz varsa... Mən burada sizə qeyd eləmək istəyərdim ki, Pomodoro texnikası mən də özüm fərqli bir format istifadə edirəm. Kitab oxumam formatında. Kitab oxumaq sevirəm, amma bəzən təlim materialında təcili sürətlə iri həcmli kitab oxuyub bitirməliyəm. Və bəzən yeni başlayanlar üçün də, məsələn, biz bunu Kaizenlə alırıq, biz bunu da təklif edirik. Kaizen tamamilə başqadır. Burada nədir? Mən 50 səhifə tam özümə deyirəm, 50 səhifə oxuyacaqlar, 5 dəqiqə fasiləmdir. Buna yemək də ola bilər, sosial media baxış ola bilər,
Yəni tualet məsələləri ola bilər və s. Bu 5 dəqiqə daxildir. Daha sonra burada rəayət və qətiyyətlilik çox Bəli. önəmlidir. Onun üçün yeni bir 50 səhifə gedir. Bu 5 dəqiqə, 50 səhifə, 5 dəqiqə, 50 səhifə, 5 dəqiqə. 4:50-dən sonra mən artıq 1 saatlıq bir fasilə götürürəm. Çünki artıq bu 200 səhifə olur. Mən onu mənimsəməliyəm, qeydlərim və s. və tam istirahətə ayırıram və yenidən başlayıram yenə indi formatda. Əgər baxın, o kitabı mən bir gün ərzində oxumalıyım, yoxsa 2-3 gün. Yəni bu ondan asılıdır. Həqiqətən də Pomodoro texnikası yəni bir an üzərindən geçmək istəyərdim. 25 dəqiqə fəaliyyətdir, 5 dəqiqə fasilədir. 4-25 dəqiqədən sonra isə uzun bir fasiləyə keçirik. Daha sonra bizim bir əvvəl və sonra yanaşmamız var idi. Bu da çox gözəldir. Həqiqətən uşağın motivasiya artırması üçün çox önəmlidir. Bəli, bunu siz onu biz indi də istifadə edirik, amma daha çox əvvəllər daha çox istifadə edirdik. Bəli. Çünki dərsə gəlib oturmaq, dərs eləmək bizim üçün biraz təşvişli idi. Çünki uşaq bir şey bacarmayanda uşaqda təşviş daha çox olur. Qorxur. Ki mən bunu edə bilməyəcəm. Bacaranda artıq, bacarıqlar formalaşanda artıq gəlir oturur və rahat şəkildə müəyyən bir zaman dilimində bunu edə bilir. Neynir? Əvvəl gəl bunu oxuyaq, sonra oynayarsan. Əvvəl gəl bunu oxuyaq, sonra buna baxarsan. O deyirdim mən bəzən telefondan mükafat kimi istifadə edirdim. Məsələn, mükafat kimi istifadə elədiyim məsələlərdən biri bu idi ki, onun xoşladığı bir personaj var idi. Deyirdim, əvvəl gəl bunu eləyək, ondan sonra bu videoya baxarsan, bu videoya icazə verəcəm, baxarsan, amma bir yerdə baxarıq. Yəni ki, mən də baxım görüm orada nə baş verir də, xoşladığı onun həyatına daxil ola bilim deyə. Məhəmmədin həyatına. Yəni əvvəl sonra metodologiyası budur. Strukturlu şəkildə. Uşaq bilir və hər bir şeyi uşaqla əslində əməkdaşlıq eləyirik burada. Razılaşmış şəkildə. Gəl bunu eləyək, sonra bunu eləyək. Təbii ki, orada niyə deyirəm danışıqlar prosesində artıq çox yaxşıyam. O orada manipulyasiya eləmək istəyir ki, yox, gəl birinci bunu eləyək. O zaman artıq o sizin dediyiniz o qətiyyətlilik işə düşür. Bunu eləyəndən sonra bunu əldə edə biləcəyik. Super. Daha sonra başqa texnikalar hansından? Tapşırıqları hissələrə bölmək. Məsələn, biz deyirik ki, hekayəni oxumalıdır. Neyiniz? Gəl birinci, və onun indi də dediyi bir iki sual bu olur Məhəmmədin ki, mən bunun hamısını öyrənməliyəm, çünki hekayədir, böyük həcmdədir və uşaq təbii ki, qorxur. Deyirəm, yox, birinci bunu oxuyursan. Gəl oxuyaq, görək burada nə baş verir. Oxuyuruq. Oxuyuruq, sonra deyirəm ki, gəl indi burada suallara cavab verək. Hekayə çox olanda onu da hissələrə bölürəm ki, gəl bax bu birinci paragrafın suallarına cavab verək. Orada bir-bir ona suallar verirəm. Əvvəl çətin olurdu, yerini tapmaq, o suala cavab vermək. İndi daha rahatlaşıb. 2 dəfə, 3 dəfə onu oxuyub suallara cavab verəndən sonra deyirəm ki, indi mənə biraz vaxt ver, mən bu hekayəni sənin üçün qısaldım. Hekayəni onun üçün qısaldıram. Bizim qısaldılmış hekayələrimiz çoxdur. Qısaldıram və deyirəm ki, indi bunu artıq öyrənəcəyik. Və orada da təbii ki, etirazlar olur ki, yox, mən bacarmıram, mən öyrənmək istəmirəm və s. Deyirəm ki, öyrənə biləcəyik. Bir yerdə öyrənək, birinci əvvəl gəl bir yerdə öyrənək, bir yerdə danışaq. Orada da oxuyur, sonra suallara cavab verir, yeni suallara cavab vermək olur. Sonradan hissə mənə danışır, hansı hissələri bilmirsə, bəzən olub ki, bizi nə eləmişəm, sadəcə olaraq cümlələri ayrı-ayrı yazmışam vərəqlərə, demişəm ki, bunu sırala mənim üçün. Ardıcıllığını sən elə ki. Və bir onun ardıcıllığını edərək hekayənin ardıcıllığını qura biləyim. Yəni, bəzən olub ki, şəkil çək, şəkillə göstərmişəm. Şəkilini sadəcə olaraq çəkmişəm ki, mənim şəkil çəkmək bacarığım mükəmməl deyil. Sadəcə olaraq da belə cızma qaralar nəsilləmişəm. Şəkillərə görə onları göstərərək o bilir ki, hə, burada bundan danışacaq, burada bundan danışacaq. Yəni ki, bunlar bu metodlardan biridir ki, ondan indi də istifadə edilir. Məsələn, burada birini də əlavə eləmək istəyirəm, sizin qeydlərinizdə var idi. Məsələn, təkcə bu dərs tabanlı və məsələn, otağın səliqəsi olmasıdır. Valideynlərin şikayətlərindən biri də budur ki, yəni səliqəsi olmur və s. Get, tez ol, səliqəsi al. Yəni, ümumi bir işi verəndə uşaq burada qarma-qarışıqlı olur və məsələ yüksəldiyi üçün uşaq burada qaçma davranışları göstərə bilir. Hissələrə bölmək nədir? Məsələn, orada köynəklərini götürür, yerini yığır, yerini yığır.
və yaxud da ki, ev işlərindən, məsələn, fincanları, demək ki, o mətbəxə apar və s. Yəni, hissələrə bölmək. Ümumi get qabları yu deməkdənsə, məsələn, fincanları yu və s. Bəli, o yerdə bəli, qoymaq bəli. daha, deyək ki, cılız səsləndiyi üçün Hı -hı. uşaqların biraz o deyək ki, məsələn, ümumi qaba yumaqdansa bu belə. Yəni, bunların hamısı yavaş-yavaş gəlir. Çünki bayram nə dediniz? Bayram dediniz ki, bəli, öncələri mesela əvvəl və sonra texnikası var idi ki, onu öncədə daha çox istifadə edirdiniz. Çünki uşaq qayıdış olur, Bəli. bacarır, daha sonra artırır. Hı. Bunu unutmamaq lazımdır. Daha sonra məsələn zaman planlamasında vizual demək ki, planlama məsələsi var da, ona toxunardınız zəhmət olmasa. Yəni bu Zamanın bloklanmasından danışırsınız da siz. bəli, Məsələn, biz nə edirdik? İndi ondan az istifadə edirəm. Çünki artıq bəli. Məhəmməd də o vərdiş halı alıb deyə nə Bəli, edirdik? ehtiyac var. Bizim bu saatdan bu saata qədər vaxtımız oxumağa keçəcək. Bu Hı -hı. saatdan bu saata qədər öyrənəcəksən və bunu belə deyək də bir vərəqdə çəkirdim ki, oxu vaxtı, nəm kitab şəkli çəkirdim sonra. Oyun vaxtı, nəm top şəkli çəkirdim və s. Bu cürdə bloklayırdıq. İndi amma nə edirik biz? İndi planlayırıq. Yəni, tapşırıq bir, elədikcə onu siz də edirsiniz, biz də Bəli, bəli. edirik. Çünki o tapşırıq bir yazırıq ki, nə olacaq tapşırıqda. Onu eləyəndən sonra deyirəm ki, afərin biz bunu elədik. Gedim quş qoyum, dedim qoy. Bəli. Ona bir quş qoyur. Və uşaq onu eləyəndə bir sevinir. Yəni mən bunu elədim. Bu hissə Bəli. qutardı. Bilir ki, əslində indi də onu başqa cür istifadə edirəm də o zaman. Bilir ki, bunun tapşırığa ayıracağı zaman budur. Yəni ki, əvvəl mən Bəli. günümüzü elə planlayırdımsa vizual olaraq, indi sadəcə olaraq tapşırıq hissəsində o planlamanı edirik ki, etdikcə də Bəli. müəyyən o quşları qoyur və bilir ki, 5 tapşırıqdan artıq 3-ünü edib, geriyə qalıb 2 tapşırıq. Hazır olursa, vizual olaraq görəndə müəyyən Bəli, məsələlərə hazır bəli. olur. Məsələn, biz bu Bəli. texnikanı diqqət eksikliyi, hiperaktivlik pozuntusu diaqnozlu uşaqlar üçün daha çox verimlidir Bəli. və valideynlərə də bunu tövsiyə edirik. Çünki vizual olanda artıq müəyyən məsələlər artıq onun üçün planlıdır. Nəysə, çünki planlamağa və onları təşkilatı təşkil eləməyə, həyata keçirməyə daha çox motivasiya verici bir məsələ olur və biz hətta yetişkin olaraq da özümüz üçün də etməliyik. Çünki bəzən bizim özümüzün öz güvənimizi aşağı düşən bir hisslər olur və o zaman mən özüm ajandalardan istifadə edirəm. Mütləq şəkildə gün ərzində nə etməliyəm. Bəzən öz güvənim aşağı olan vaxtı mən bunu etmirdim və artıq görürəm ki, gün ərzində etməli lazım olan işdən daha çox olur. Əslində verimlilik daha çoxdur. Bəzən məsələn xırda bir görməsən gəlmir və biz onu önəmsiz hiss edirik və elə bilirik ki, heç bir şey etməmişik. Amma gün ərzində biz onu planlayanda, baxanda, artıq onu qeydinə baxanda görürük ki, daha çox şeyləri etmişik və artıq daha çox verimlidir. Yəni vizual olmaq müəyyən şeylər bizə özümüzə də xatırladır. Daha sonra əlavə etmək istədiyiniz hansı texnikalar var idi Günel xanım? İlk vaxtlarda çox istifadə edirdim. İndi onu sırf davranışlar üzərində artıq o metoddan, mükafatlandırma metodu. Məsəl üçün, o Məhəmməd çünki tapşırığı etməyə onu həvəsləndirməliydim. Tapşırığı etdikcə o müəyyən məndən ulduzlar toplayırdı. 5 ulduz olursa, sonda nə bilim bir dənə bəyəndiyi neysə ona verir. Amma çox kiçik. Yəni burada məsələ böyük maddiyyat tələb eləyən məsələlərdən söhbət getmir də. Və yaxud mükafatın biri ola bilərdi ki, plastilinlə oyna. Onun qumla oynamağı xoşlayır. Kinestik gedib orada oyunla oynaya bilərik. Ki, axırda onu qazanacaqsan, oyunla oynayacaqsan. Və yaxud, nə bilim, yaradıcı yanaşmalıyıq da ki, uşaq neyi xoşlayırsa və biz onu mütəmadi olaraq onu oyunla təmin etmiriksə, oyun olsun və s. olsun, bu ulduzları toplayandan sonra onu qazansın. İndi bizdə o biraz fərqli elementlərlə gedir. Sırf davranış məsələləri ilə gedir ki, o məktəbdə və evdə davranışımız qaydasında keçəndə, günümüz uğurlu keçəndə o müəyyən bir kiçik bir kartlar var ki, o kartları qazanır. Onu artıq başqa bir mərhələyə keçirtmişik. Və yaxud biz günümüzü bir yerdə planlayırıq onunla. Bu çox önəmlidir. Uşaq onda əməkdaşlığın bir tərəfi kimi, bərabər hüquqlu tərəfi kimi özünü hiss eləyir. Və gəlir, məsəl üçün, biz indi nə edirik? Bu gün nə edəcəyik? Deyirəm ki, gəl oturaq yazaq, hansı tapşırıqlarımız var, filan. Və o bilir ki, mən birinci günün tapşırıqlarına baxacağıq, sonra ikinci günün tapşırıqlarına baxacağıq, sonra üçüncü günün tapşırıqlarına. O bilir ki, biz həftəmizin tapşırıqlarına ardıcıl şəkildə baxacağıq. Təbii ki, arada fasilələrimiz olur ki, o fasilələr də veririk, Pomodoro'dan istifadə edirik və s. Amma uşaq bunun hər birini
mənlə bir yerdə müzakirə edərək edirik. Araya bəzən deyir ki, olar bundan sonra bunu edək. Deyirəm, hə olar. Çünki son nəticədə uşaq özü də istədiyi ilə də məşğul olmalıdır da. Öyrənirsə yəni bir yerdə öyrənir. Əylənərək həm də öyrənir. Günə baxış keçirdirik. Məsəl üçün, bunları eləyirik, sonra eləyib qutarandan sonra baxırıq, gör biz bu nələri eləyə bildik səninlə. Günümüz necə keçdiyini belə tez-tez soruşuram ki, əylənə bildik, bu günlər yaxşı keçdi günümüz, yaxşı oxuduq, nə yaxşı oxuduq, düz bax biz bunları öyrəndik. Möhkəmlədirik də beynində uşağın. Ki, bu fəaliyyətin özü bizim inkişafımıza təsir göstərir və bayaq o qeyd elədiyim sakit məkanlar deyilən məsələlər. Təbii ki, emosional vaxtlarımız olur və s. Düzdür, üçüncü metodundan, ikincidə dayanma metodundan istifadə edirəm zaman-zaman. Daha əvvəllər çox etmişəm. Amma onu yavaş-yavaş sakitləşmə yeri kimi. Otur və sakitləş. Zaman bunu düşünməz olması. Bəli. Otur və düşün. Və s. kimi mən də yanında otururam. İstəyirsən mən də oturum yanında. Məhəmmədin tez istifadə elədiyi bir söz var. Gəl söhbət edək. Gəl biraz söhbət edək. O söhbət edək deyəndə ya emosional baxımdan neysə mənimlə paylaşmaq istəyir ki, o çox vaxt qucaqlaşma ilə tamamlanır. Ya da ki, nəyisə bilirik ki, səhv eləmişik, onu danışmaq istəyir ki, içindən çıxartsın. Ki, bilsin ki, ana ilə o ana onu çox istəyir, nə olursa olsun, o istəyir övladımızı və mən ona inanıram ki, növbəti dəfə bu yanlış hərəkət, gözləmədiyimiz hərəkət və yaxud nəsə olmayacaq. Yəni bu. Super. Güney xanım, burada bir məsələyə də mən də toxunmaq istəyərdim. Ümumiyyətlə, biz zaman idarə etməsindən danışdıq ki, həqiqətən çox verimli texnikalardan toxundunuz, təcrübələrinizi paylaşdınız. Öncə mən təşəkkür edirəm həqiqətən. Bir də burada müəyyən bir məsələlərə də toxunmaq istəyərdim ki, burada ümumiyyətlə dərs fəaliyyəti, oyundur, istirahətdir, ekrandır, uşağın ehtiyacıdır və uşağın məsuliyyətidir. Bunları azaltmaq, çoxaltmaq, idarə etmək, uşağı üzərindən vermək bu məsuliyyəti doğru deyil. Çünki bu idarə olması artıq valideyn üzərindən. Çünki biz onu nəyi, necə edəcəyini təməlini qurub ona təqdim etməli ki, övladımız da bunu qazana bilsin. Məsələn, bayaq xanım qeyd edirsiniz ki, o texnikalardan danışırıq. O texnikanı biz valideyn olaraq bilməliyik ki, övladımıza ona təqdim edə biləyik. Çünki biz bayaq xanım da qeyd edelim, get dərsini oxu, get otağına yığışdır, onun sadə üsulunu biz təqdim etməliyik ki, daha çox verimli ola bilsin. Məsələn, mükafat, bayaq xanım texnikalardan var idi ki, mükafat. O çox ciddi bir məsələdir, onun doğrunu bilmək lazımdır. Texnikanın özünü bilmək lazımdır. Doğrunu və texnikanın özünü bilməyəndə katastrof olur əslində. Çünki bəzən uşaqlar valideynlər mükafatın dozasını qaçıra bilir və bu həqiqətən ciddi bir məsələ gəlir. Əslində, dərs uşağın məsuliyyətindən biridir. Mükafatın ozan açığında artıq o məsuliyyətlikdən çıxır, dərs və başqa bir versiyaya gəlir. Motivasiya axtarışı tamamilə başqa olur. Ona görə də günümüzdə artıq bizim daha çox bilgili uşaqlar meydana gəlir müəyyən bir təsirdə və bu bilgili uşaqlar bilgili valideynliyi istəyir. Ona görə də həqiqətən valideyn durmamalıdır bir nöqtədən sonra. Düzdür, biz istəmirik ki, hər zaman yəni bu master-klassdan o master-klassa açılan bilgili olan və s. Sadəcə onun üçün lazım olan qədərində, dozasında məlumatlı olmalıdır ki, uşaq üçün verimli ola bilsin. Həqiqətən də çox gözəl mövzulara toxunduq günləri. Çox sağ olun ki, siz dəvətimi qəbul edədiniz və gözəl bir müzakirə apardıq. Və bu bizim müzakirəmiz həm Instagram hesabımızda, həm də ki, bizim hər ikimizin də YouTube kanalımız var ki, YouTube kanalında da sabitlənəcək və orada siz bu müzakirəni əvvəlindən sonuna qədər baxa bilərsiniz, sürətləndirir, qısaldır və s. Özünüzə müvafiq formada. Təşəkkür edirəm. Çox sağ olun. Gününüz uğurlu olsun. Sizin də. Təşəkkürlər. Təşəkkür ederim. Sağ olun.